Anjela, əl oxudun. Sənə 2 dənə sual verəcəm. Eşidirsən məni? Mənə de görüm, sutkanın işıqlı vaxtı, yəni gündüz vaxtı işıq yandırıb hərəkət edən avtomobil var və neçə dənədir? İşığı yandırıb deyirsiniz məni. Hə, işıq yandırıb gündüz vaxtı hərəkət eləməlidir. Yaxud eləyən var elə bir şey. 4 dənə nəqliyyat vasitəsi. 6 dənədir. Sən mənə de görüm, 6 nəqliyyat vasitəsindən 4 dənə nəqliyyat vasitəsinin adını say ki, onlar gündüz vaxtı işıq yandırmasa, onlara cərimə yazılmalıdır 30 manat. De görüm. Uşaq daşıyan avtobuslar. 1. Yedəyində nazar nəqliyyat aparan avtomobillər. 2. Yedeyə alan. Aha. Təhlükəli yük daşıyan avtomobillər, motosikletlər. Dayan. 4 dənə dedim də. İkisini saxla. İkisini mən başqasından soruşacağam. Ona indi sənə ikinci sualımı verim. Hansı qadağa nişanlarıdır ki və neçə dənədir? Nişan yolun qoyulmuş tərəfinə şamildir. Sol tərəfə qoyulubsa sola aiddir. Sağ tərəfə qoyulubsa sağa aiddir. Neçə dənədir elə bir nişan? İndi sayacağım. Piyadanın hərəkətə qadağandır. Əhsən, 3 son nişanı. Bir də hansı? İkinci hansı? Dayanmaq, durmaq qadağandır. Dayanmaq və durmaq qadağandır. Elə 3-ünü saydım. Tək gün, cüt gün. Deməli dayanmaq, durmaq, tək gün durmaq qadağan, cüt gün durmaq qadağandır. Bir də piyadanın hərəkəti qadağandır. Deməli 5 dənəymiş, hə? Əhsən sənə. Əhsən sənə. Aynur, Anjela ikisinin adını çəkmədi. O hansı nəqliyyat vasitəsidir? Gündüz vaxtı işıq yandırmalıdır. 2 dənə qalıb. Təkrar yox, 2 dənəni say. Motosiklet, motor. Dedi onu. Ümumi istifadədə olan nəqliyyat vasitəsi. Dəqiqdir onu, dəqiqdir. İstiqaməti qarşıda necə deyim onu? Necədir? Rusca desə daha yaxşı. Rusca ifadə elə. Əks yox. Aha. Nəqliyyat vasitələri əks. Axına qarşı, amma axına qarşı elə protif yox, Axına qarşı bilsən nə? Onlara axının əksinə zolaq arayırlar. Zolaq. O öz zolağında gedir. Özü üçün eyni istiqamətlidir. Amma ümumi avtomobillərin axınına gedir. Avtomobillərə əks gedir, ona görə o yandırmalı. Əla, hə, qiyamətin axırına. Biri qaldı. Mütəşəkkil nəqliyyat. Əhsən sənə. Mütəşəkkil dəstədən deyə bilərik. Məsələn, ölkə prezidentinin korteji. Biri mən saydım. Qalan birincilə nümunə çəkə bilərsən? Nə görübsən? Mütəşəkkil dəstə nə görübsən? Çox güman ki, görübsünüz siz onu. Hərbi hissələrin təlimə getməsi, ya polis əməkdaşlarının kütlə halında hər hansı bir təlimə getməsi görübsünüz yollarda. Bundan başqa, məsələn, dəstə alanda gedir avtobuslarla, məsələn, xüsusi təyinatlılar, polislər, hərbiçilər, hər əskərlər. Bunlar da nə sayılır? Mütəşəkkil nəqliyyat dəstəsi. Və onları ötəndə bir-bir, onları bir-bir ötməliyik, düzdür? Yox, bir-bir ötməli deyil. Bənətər, onların arasına girmək olar. Məsələn, bir dənə avtomobilin o bir cəriməsi nə qədədir? 150. Yox, 350 manat. Cəriməsini dəqiqdir. 5 manat 2 bal. Yox, 2 ballıq cərimələr, avtobus, velosiped solağıdır, bir də ikinci cərgədir. 4 bal, 100 manat 4 bal. Təşəkkür.